Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində bir qış səhəri xoş gördük. Bugün bizim qonağımız uzman uroloq, androloq Emin Məmmədovdur. Xoş gəlibsiniz, doktor. Və biz qonağımızla HOLEP haqqında söhbət aparacağıq. Doktor, HOLEP nədir? Lazer ilə prostat əməliyyatıdır, xalq arasında desək. Açılışı Holmium Laser Enucleation of Prostate, yəni prostatın Holmium lazer ilə çıxarılmasıdır. Xoş xassəli prostat əməliyyatıdır bu və xərçəngi olmayan, xoş xassəli olan prostat böyümələrində əməliyyat göstərişi varsa əgər, bu əməliyyat ən müasir əməliyyat metodudur hal-hazırda. Doktor, daha öncəki əməliyyatla hansı fərqi var? Müqayisə edə bilərsinizmi? Daha öncə necə olurdu bu əməliyyat? Daha öncə iki yolla olurdu. Ölçüsü 80 qramdan kiçik olan prostatlarda yenə qapalı, amma lazer olmayan tur əməliyyatı icra edirdi. Ölçüsü 80 qramdan böyük olan prostatlarda isə açıq əməliyyat icra olunurdu. Artıq buna görə xoş xassəli prostat əməliyyatında açıq əməliyyat etməyə ehtiyac yoxdur. Yəni prostatın ölçüsündən asılı olmayaraq hər ölçüdə prostatı HOLEP-lə, yəni lazerlə prostat əməliyyatı ilə icra eləyə bilirik. 260 qram, 250 qram prostat əməliyyat etdiyimiz xəstələr belə var. Amma ölçüsü 40, 50, 60 qram olan prostatlarda da bu əməliyyatı icra eləmək olur. Üstünlüyü nələrdir? Birincisi, qanama ehtimalı demək olar ki, sıfıra yaxındır. Əməliyyat zamanı və əməliyyatdan sonra demək olar ki, qan axmamız heç olmur. Buna görə də qan durlaşdırıcı istifadə edən xəstələrimizdə belə icra eləyə bilirik. Yəni, bilirik ki, bu prostat xəstəliyi 50 yaş üstü kişilərdə görürük. 50 yaş üstü kişilərdə də eyni zamanda ürək xəstəliyi, insult riski daha yüksək. Bəli, onların da böyük əksəriyyətində təzyiq dərmanı atırlar, şəkər dərmanı atırlar və yanaşı olaraq da ürəyə stent qoyulubsa, başqa problem varsa, qan durlaşdırıcı dərmanlar da istifadə edirlər. Yəni, bu dərmanlar ilə də, bu dərmanı atan insanlarda da biz lazer prostat əməliyyatını icra eləyə bilirik. Tur əməliyyatında, yəni hal-hazırda da icra olunur, yanlış bir əməliyyat deyil. Hal-hazırda icra olunan tur əməliyyatında da az da olsa qanama ehtimalı var. Xüsusilə qan durlaşdırıcı istifadə edən xəstələr üçün risklidir. Bəli, qan axma riski daha yüksəkdir. Amma lazerlə icra etdiyimiz bu HOLEP əməliyyatında bu risk həddindən artıq aşağıdır. Xəstəxanada yatış müddəti qısadır, kateterlə qalma müddəti qısadır. Prostatın hər ölçüsündə olan xəstələrdə əməliyyatı icra eləyə bilirik. Əməliyyatın ümumiyyətlə bütün riskləri digər əməliyyat metodlarına görə daha qısadır. Buna görə də ən üstün metod olaraq sayılır. Doktor, ümumi anesteziya alır xəstələr? Xəstə ümumi anesteziya ilə icra oluna bilər. Spinal dediyimiz beldən narkoz ilə də icra oluna bilir. Ən əhəmiyyətli üstünlüyü amma dediyim kimi 80 qram üstü prostatlarda, daha böyük prostatlarda açıq əməliyyata ehtiyac olmadan da qapalı əməliyyatla xəstə lazerlə icra olunur və ondan daha yaxşı, effektiv və daha az risklə, daha qanama riski az, xəstəxanada yatış müddəti qısa, kəsiyi olmadan, cinsi zəiflik qətiyyən olmadan da bu əməliyyatı icra eləmək olur. Əməliyyat özü nə qədər davam edir? Bu xəstədən xəstəyə dəyişirmi? Əməliyyat müddəti? Bəli. Əməliyyat müddəti prostat ölçüsündən ölçüsünə görə dəyişir. Ortalama 30-40 dəqiqədən başlayır və 1 saat 10 dəqiqəyə qədər dəyişir. Böyük əksəriyyəti 40-50 dəqiqə ərzində qurtarır. Bir öncəki ənənəvi əməliyyatda müddəti adətən təxminən nə qədər olur? Onsuz da orada kiçik prostatları icra eləyə bilirdik. Böyük prostatları qapalı olaraq icra eləmək düzgün deyil. Çünki böyük prostatları qapalı olaraq əvvəlki metodla icra olunduğu zaman prostat tam qabığına qədər soyula bilmirdi. Yəni, o 1 saat 40 dəqiqə ərzində mümkün olduğu qədər o prostat toxuması çıxarıla bildiyi qədər çıxarılırdı və bundan sonra da təkrarlama ehtimalı 3 il, 5 il, 7 il sonra yenidən prostat böyüyüb təkrarlama ehtimalı var idi. Amma lazerlə icra eləyəndə prostat qabığından soyulduğuna görə bir daha təkrarlama ehtimalı sıfıra yaxındır. Necə maraqlıdır, doktor? Əgər doğru başa düşdümsə, təbii ki, yanlış başa düşdümsə, siz bunu redakt edərsiniz. Belə başa düşdüm ki, prostat əgər bir mandarindirsə, yaxud bir portağaldırsa, artığı portağalın qabığı mı sayılır? Bəli, prostatın bir qabığı və iç hissəsi var. Lazerlə icra etdiyimiz zaman
qabığı və iç hissəsi arasında, ətli hissəsi arasında giririk lazerlə və ətli hissəsini çıxarırıq tamamilə, soyuruq və tamamilə çıxarırıq. Qabıq hissə qalır orada. Necə çıxarırsınız bəs onu? Onu soyandan sonra sidik hissəsinə prostatı göndəririk və sidik hissəsinin içərisində marselator dediyimiz, onu qiyməkeş kimi və sovuran bir aspirator dediyimiz bir alət var. Onunla prostat tamamilə kiçik-kiçik parçalara ayrılır və hamısını 5-6 dəqiqə ərzində vücuddan xaric edilir. Sidik yolu ilə çıxır? Bəli, sidik kanalından çıxır. Onu götürürük, xəstədə bir şey qalmır onun üstə. Necə maraqlıdır doktor, yəni belə başa düşürəm, bütün halda o bir əzələ toxuması olur, o kəsib çıxartdığınız nədir doktor? O soyub çıxartdığınız. Bütün adı ət kimidir. Bəli, ət kimi. O ət kimi olan suya mı dönür sonra sidik yolu ilə axır? Bəs necə olur? Bunu bir animasiya üzərində izah etmək də mümkün idimi doktor? Əlbəttə. Gələn dəfə bunu mütləq bizə izah edin. Çünki bütün halda nə mən, nə bizim izləyicilərimiz, biz tibb işçisi deyilik və daha doğru təsəvvür yarada bilməm üçün. Sidik kanalından o qiyməkeş dediyimiz, yəni bu ət çəkən maşın kimi çəkilir elə bil. Bəli. Onun kimi çox incə bir alət var. Sidik kanalından onu sidik hissəsinə salırıq və orada prostat toxumasını həm də eyni zamanda sovurur. Prostat toxumasını özünə doğru sovurur və kiçik-kiçik parçalar halında onu o qiyməkeşdən, ət çəkən maşından keçirərək çölə sovurub çıxarır. Bəli. Yəni bununla da heç bir kəsik olmur, heç bir tikiş olmur. Heç bir kəsik olmur. Heç nəyə ehtiyac olmur. Tikişdə də heç biri olmur. Dediyim kimi böyük prostat, keçmişdə də kiçik prostatlarda bu tur əməliyyatı ilə qapalı olaraq həll etmək olurdu, amma böyük prostatlarda həm əməliyyat müddəti çox uzanırdı, həm əməliyyat riskləri ciddi olaraq artırdı, sidik kanal darlığı riski artırdı keçmişdə icra olunan metodlarda və prostat da tam götürülə bilmirdi. Yenidən təkrarlı əməliyyata ehtiyac ola bilirdi. Artıq HOLEP-lə bunların heç birinə ehtiyac yoxdur. Yəni tək seansda bunların hamısını həll etmək olur. Prostat ölçüsü çox böyük olsa belə, dediyim kimi bayaq 260-270 qram prostat əməliyyatı icra etmişdik. Yəni bunu tur əməliyyatı ilə, yəni keçmiş o qapalı metodla icra etmək mümkün deyil. Ancaq açıq əməliyyat lazımdır. Açıq əməliyyat ən düzgünü idi. Hələ də HOLEP cihazı olmayan ölkələrdə, mərkəzlərdə açıq əməliyyat eləmək daha düzgündür. Nəinki tur əməliyyatını icra etmək, yəni o qapalı digər əməliyyatı, keçmiş əməliyyatı icra etmək. Amma HOLEP olan mərkəzlərdə ən düzgünü o əməliyyatın HOLEP ilə icra olunmasıdır. Təbii ki, məncə istər kişi olsun, istər qadın olsun, hər kəs əməliyyatın minimal invaziv yolla olunmasını istəyər ki, bədənində bir kəsik yeri qalmasın. Təbii ki. Açıq əməliyyat zamanı təxminən nə qədər bir yara yeri qalır ki, doktor? Təxminən 8-10 sm-ə yaxın bir kəsik olur. Bu təkcə kəsik deyil, sidik hissəsi də kəsilir, sidik hissəsinin ətrafdakı toxumaları da ayrılır. Prostatı götürdüyümüz zaman ora tikişlər qoyuruq və orada da qanama ehtimalı, yəni tikişlər qoyana qədər qanama ehtimalı olur. Qan durulaşdırıcı istifadə olunan xəstələr də çox risklidir bu əməliyyatlar. Amma HOLEP-də onların heç birində elə bir riskimiz yoxdur da, yəni rahat bir şəkildə icra edə bilirik ondan. Doktor, əgər xəstə də yaşlıdırsa, dediyiniz kimi, misal üçün daha öncə infarkt keçiribsə, mütləq ki, qan duruldurucu dərmanlardan istifadə edir. Bəli, qanaxma baş verərsə, bunun öhdəsindən necə gəlirdiniz? HOLEP-dəmi? Yox, HOLEP-də artıq qanama demək ki, olmur. Açıq əməliyyatda. Açıq əməliyyatda onsuz da oraları tikirik. Yəni o qanayan yerli, qanama ehtimalı olan yerlərin hamısını tikirik. Amma tikənə qədər qan itkisi olurdu təbii ki. Və bu tikişləri qoyuq, xüsusi yandıran bir alətimiz var. Xalq arasında lazer deyil, amma lazer deyil, o koter alətidir. Və o koter aləti ilə qanayan nöqtələri yandırırdıq. Və ondan sonra sidik hissəsini yuyan kateter qoyurduq və onun içindən yuyan məhlul gedirdi. Və sidik hissəsini yuyurdu ki, qanama olmasın. O qanayan qanlar birləşib laxta əmələ gətirib yolu tıxamasın. Bununla həll eləyirdi və böyük əksəriyyəti uzun müddətdə dayanırdı. Amma qan durulaşdırıcı istifadə edən insanlarda məcbur o qan durulaşdırıcını dayandırırdıq. Qanı qatılaşdıran dərmanlar verirdik, sistemlər köçürdürdük ki, bu problemləri yaşamayaq. Dediyim kimi. Bəs açıq əməliyyatdan sonra deyək ki, əməliyyat uğurla başa çatdı. Əməliyyatdan bir gün yaxud bir neçə saat sonra qanaxma riski yenə aktual qalırmı? Təbii ki, var. Elə bir şey olduğu zaman, əgər qanamanı o saydığım məhlullarla, yuma vasitələri ilə aradan qaldıra bilmirdiksə, yenidən əməliyyata alıb o qanaxmanı dayandırdığımız olurdu. Təkrar bir də açıq əməliyyata girirdi xəstə? Bəli, təəssüf ki, amma bu ehtimallar da əslində həqiqətən də az idi. Çünki daha detaylı baxırdıq, o tikişlər ona görə qoyulur.
Amma əlbəttə o risk həmişə var idi. Doktor deyir ki, HOLEP əməliyyatında dediyiniz kimi qanama riski çox azdır, əməliyyat müddəti də qısadır, digər risklər də çox aşağıdır. Misal üçün bir yara olarsa təbii ki, antibiotik təyin olunur həmin xəstələrə. Hər halda bu əməliyyatdan sonra ya az təyin olunur, yaxud bəlkə də heç olmur, bilmirəm. Antibiotik təyin edirsinizmi HOLEP əməliyyatından sonra? Bütün sidik yolu ilə icra olunan əməliyyatlar, istər daş, istər prostat, istər qapalı və ya açıq, antibiotik mütləq təyin olur. Təbii ki, kateterizasiya müddəti qısa olduğuna görə antibiotik müddəti də qısadır. Yəni açıq əməliyyatda kateteri 7 gün saxlayırıq ən az, amma bunda isə 3 gün, bəzən 2 gün, bəzən 1 gün saxlayıb çıxartdığımız xəstələr olur. Yəni o müddətə görə də antibiotik müalicəsi veririk. Neçə gün sonra xəstə işə çıxa bilir? Xəstənin işlədiyindən asılıdır. Harda nə işi görməyindən? Bəli, ağır fiziki iş ümumiyyətlə ən az 3 həftə istəmirik. Açıq əməliyyatda 2 aya qədər idi bu müddət. Açıq əməliyyatda nadirən qrija olma, yəni bu yırtıq olma ehtimalı da var idi. HOLEP-də elə bir kəsik olmadığına görə elə bir ehtimal da yoxdur. Amma yüngül işləri normalda eyni gün yeriyir xəstələrimiz və dediyim kimi 1 və ya 3 gün sonra evə gedir və evə getdikdən sonra gündəlik işlərin hamısını görə bilər. Yəni ayaq üstə biz ofis işidirsə məsələn, ofis işidirsə 1 həftə 10 gün sonra gedib rahat şəkildə işini görə bilir çox vaxt. Doktor deyir ki, yenidən prostatda böyümə baş verə bilərmi bu əməliyyatlardan sonra? HOLEP-dən sonra bu demək olar ki, mümkün deyil. Yəni statistik olaraq elə bir şey olduğu göstərilməyib. Çünki prostatı dediyim kimi qabığından tam soyulduğuna görə orada adenoma toxuması qalmır. Yəni adenoma toxuması qalsa və bu böyüyür, yenidən dediyiniz şey eləyə bilir, amma bu əməliyyatdan sonra qalmadığı üçün, yəni olması mümkün deyil. Amma bu əməliyyatdan sonra və ya bütün prostat əməliyyatlarından sonra prostatın qabıq, yəni xoş xəstəli prostat əməliyyatlarından sonra prostatın qabıq hissəsi orada qalır. Orada qaldığı üçün prostat xərçəngi riski bütün kişilərdə var. Yəni bu əməliyyatla prostat xərçəngi riskini aradan qaldırmırıq heç vaxt. Ona görə bütün xəstələr ildə bir dəfə o PSA analizi ilə prostat xərçəngi riskinə görə kontrolda qalmalıdır. Əməliyyat olsa da, olmasa da, HOLEP olsa da, olmasa da və ya digər əməliyyat metodlarında olsa da, olmasa da mütləq illik kontrolda qalmalıdır o xəstələr. Doktor, artıq hissə deyə bilərik ki, sadə dillə hər kəs başa düşsün. Deyək ki, artıq hissəni kəsib çıxaranda siz soyduğunuz zaman bu termik istilikdirmi? Yəni necə bir istilikdirmi lazer? Necə olur o? Lazer enerjisidir. Bəli. Bəli. Lazer İstilik enerjisidir. İstilik deyə bilərik. Əslində istilik deyil, lazer enerjisidir. Şuadır doktor. İstilik enerjisi deyə bilərik, bəli. Ona yandırır. Eyni zamanda yandırır. Yəni o qanayan toxumaları yandırır. Yandıra bir növ kəsib götürürsünüz o hissəni. Bəli, yəni dediyim kimi Kəş göstərmək də olsaydı. Bəli, apelsin, yəni portağalın iç hissəsini bir lazer vasitəsilə, o istilik vasitəsilə ayrı-ayrı, kəsə-kəsə ayırırıq. Yəni soya-soya ayırırıq da, elə deyək. Bəli, həm yanır, həm ayrılır da, belə deyək, doktor. Doktor, bəs bu, belə deyək də, bir cərrahdan hansı ustalıq təyin edir? Daha doğrusu tələb edir. Yəni, bu işi uğurla görən cərrahda hansı özəlliklər olmalıdır? Ki, uğurlu bir əməliyyat olsun. Hər halda deyək ki, yeni kimsə başlayır bu əməliyyat etməyə. Nələri öyrədərdiniz onlara, nələrə diqqət etsin? Birincisi, əməliyyatı uzun müddət çəkərsə, sidik kanalı darlığı riski artır. Ümumiyyətlə, bütün prostat əməliyyatlarında elə bir riskimiz var. Amma əməliyyat müddəti qısaldıqca o risk də azalır, əməliyyat müddəti uzadıqca o risk də artır. Ona görə yeni başladığında da mütləq bir professional birindən dəstək almaq əhəmiyyətlidir ki, bu əməliyyat müddəti çox uzamasın, kanal darlığı risklərimiz artmasın. Təbii ki, o qanamanı kontrol eləməyə gedildiyi zaman qanama ehtimalı hər kəsikdə var, hər əməliyyatda var, bunda da ola bilər. Amma iş düzgün görüldüyü zaman qanama ehtimalı sıfıra yaxınlaşır. Üçüncüsü, prostatın qabıq hissəsi ilə o ətli hissəsi arasına girilmədiyi zaman, yəni yanlış bir plandan, yanlış bir yoldan gedildiyi zaman həm prostat toxuması orada qala bilir, həm də əməliyyat ciddi olaraq çətinləşir. Prostat toxuması özdə yana bilərmi? Yanma deyil də artıq toxuma qalır orada. Yəni əməliyyatın istədiyimiz o sidiyin təzyiqini artırmaq üçün istədiyimiz faydası daha az olur. Yəni o istədiyimiz effekti ala bilmirik. Dördüncüsü də ki, sidik qaçırma riski var. Orada sidiyi saxlayan mexanizma var. Yəni ümumiyyətlə kişilərdə də, qadınlarda da sidiyi saxlayan bir mexanizma var. O mexanizma zərər gördüyü zaman sidik qaçırma ola bilir.
Açıqcası bu əməliyyatdan sonra düzgün icra olunduğu zaman o ehtimal yenə var, amma çox nadirdir. Həddindən artıq nadir görülür və standart klapon, yəni o sidik saxlayan mexanizma standart yerində olduğu zaman, yəni bu əməliyyatdan sonra sidik qaçırma ehtimalı da çox aşağıdır. Bəs bu üsulla tanışlığınız necə oldu, doktor? Dünyada uzun müddət istifadə olunurdu. Türkiyədə mənim ixtisaslaşdığım xəstəxanada, yəni ixtisasımı alıb gəldiyim xəstəxana Hacettepe Universitetidir. Orada sonradan alındı bu cihaz və oradakı bizim professorlarla danışdıq və gedib orada yenə də bu əməliyyatı icra etdik, öyrəndik. Ondan sonra gəlib ölkəmizdə tətbiq eləməyə başladıq. Allah'a şükür hələ nəticələrimiz çox yaxşıdır, uğurlu gedir. Hacettepe'də də artıq demək olar ki, tur prostat və ya o köynə qapalı metodlar və ya açıq əməliyyat demək olar ki, artıq heç icra olunmur. Tarixə qovuşur, doktor. Demək olar ki, çox kiçik prostatlarda bəzən tur icra edildiyi olur. Amma bu xəstələrin böyük əksəriyyətində 95%-də artıq HOLEP icra olunur. Yəni bu lazerlə olan əməliyyat icra olunur. Çünki həqiqətən çox effektivdir və riskləri daha aşağıdır digər əməliyyat metodlarına görə. Yəni artıq daha hər halda yeni həkim fəaliyyətinə başlayan, cərrah fəaliyyətinə başlayan həkimlər daha doğrusu onlar da maraqlı olarlar bu yeni üsulu öyrənsinlər. Bir dəfə proqramımızda bir professor qonaq olmuşdu. O demişdi, yeni nəsil cərrahlar hamısı qapalı üsullara üst tuturlar, daha çoxunu icra edirlər. Açıq üsullarda o qədər də uğurlu ola bilmirlər bəzən. Halbuki hər bir cərrah mütləq şəkildə açıq əməliyyatı bilməlidir. Çünki siz əməliyyata başlayırsınız, əməliyyatın gedişatından asılı olaraq ola bilsin ki, açıq əməliyyata keçməli oldunuz. Bu fikirlərə münasibətinizi öyrənmək istəyərdim. Kesinlikle elədir. Əslində bu açıq əməliyyatı öyrənməmək həqiqi bir cərrahın yetişməsində bir əskilik sayılır. Çünki məsələn, böyrək xərçəngini qapalı olaraq icra edirsiniz və ciddi bir qanaxma oldu, qanaxmanı qapalı olaraq kontrol altına ala bilmirsənsə, mütləq açıq əməliyyata keçməlisən. Açıq əməliyyatda bunu həll edə bilməyəcək vəziyyətdəsənsə, yəni o təcrübən yoxdursa, ciddi sıxıntı yaşayacaqsan. Eyni zamanda prostat xərçəngi əməliyyatında, eyni zamanda indi çox şükür belə bir qanaxmamız olmur, amma bu prostat HOLEP əməliyyatında, amma elə bir qapalı əməliyyatla kontrol altında ala bilməyəcəyin bir problem yaşasan, mütləq açıq əməliyyata keçməlisən və açıq əməliyyatda da o təcrübən yoxsa sıxıntı yaşayacaqsan əlbəttə. Onda daha öncə illərlə siz açıq əməliyyatla məşğul olubsunuz, doktor? Bizim hələ də açıq əməliyyat icra etdiyimiz çox xəstə olur. Hər xəstə İndi prostat üçün artıq xərçəngdən başqa bu xoş xəstəliyini açıq əməliyyat artıq etmirik. Yəni son 4-5 ildir demək olar ki, ildə 1-2 əməliyyat bəlkə ehtiyac olmayıb. Böyük əksəriyyətini qapalı olaraq həll edirik. Amma prostat xərçəngi əməliyyatını hələ də açıq əməliyyat olaraq icra edirik. Çünki robot cihazımız yoxdur. Və ona görə və ya böyrək xərçəngi icrası mütləq açıq da eləyə bilirik, qapalı da icra eləyə bilirik. Törəmənin ölçüsünə görə, xəstənin ümumi vəziyyətinə görə, əlavə xəstəliklərinə görə bu qapalı və ya açıq metod seçilə bilir. Yəni o hər ikisini icra etmək məcburiyyətindəyik. Və hər bir cərrah bunu bilməlidir. Mütləq, yəni bir işin qapalısını biliriksə, açıqlığını da mütləq bilməliyik. Məsələn, böyrək daşı əməliyyatı keçirir xəstə, qapalı icra edirik artıq. Böyük əksəriyyətində demək olar ki, hamısında qapalı icra edirik bunu. Amma ciddi bir qanaxma olduğunda bunu kontrol altına ala biləcək bir təcrübə, açıq əməliyyata bunu çevirə biləcək bir harda planlar var, harda girilmək lazımdır, hansı işi necə icra etmək lazımdır, bunu mütləq bilməliyik. Yoxsa xəstə orada qanamadan həyatını itirə bilər. O anki qərarı həmən verirsiniz, doktor, ki mən artıq açıq əməliyyata keçəcəm. Yəni qanaxma vəziyyəti... Biraz tərəddüdünüz olurmu, keçim mi, keçməyim mi? Tərəddüd artıq olmur. Və bəzi vəziyyətlər var ki, biz orada saniyələrlə, dəqiqələrlə yarışırıq. Elə onu görə soruşdum. Elə olduğu zaman yəni fikirləşmə, yəni qərar həmin dəqiqə olmalıdır. Yəni mən 5 dəqiqə fikirləşim, o vaxta qədər çox ciddi qan itkisində xəstənin həyatını itirir. Yəni saniyələrlə yarışırsınız, deyilmi? Təbii ki, həmən o qərar verilir və onda icra olunur. Başqa yolu yoxdur. Ola bilərmi ki, xəstə oyanandan sonra desin ki, mən açıq əməliyyat istəmirdim. Xüsusən də qadın xəstədirsə, niyə bu qədər kəsik yeri var, mən istəməzdim. Əslində əməliyyatdan əvvəl biz bütün riskləri, əməliyyatın yaşana biləcək bütün fəsadlarını, bütün problemlərini, böyük əksəriyyətini xəstələrə əvvəlcə məlumat veririk və bunların ola biləcəyini deyirik. Məsələn,
Xəstə böyrək xərçəngi əməliyyatı icra edirik və qapalı olaraq, laparoskopik olaraq icra edirik. Amma xəstəyə həmişə deyirik ki, bizim bunu açıq əməliyyata keçmə ehtimalımız var. Keçmişikmi, indiyə qədər bəlkə 1-2 xəstədə keçməyə ehtiyac olub, yəni nadirdir, amma bu olmaz deyil. Və bunu artıq xəstənin həyatı mı əhəmiyyətlidir, yoxsa orada kiçik, yəni və ya böyük bir kəsik mi əhəmiyyətlidir? Təbii ki, xəstənin həyatını qurtarmaq üçün onu eləyəcəyik. Yəni xəstəyə orada o əməliyyat zamanı oyandırıb sənə soruşaq bunu eləyə bilmə vəziyyətimiz yoxdur. Yox, xüsusən də əgər siz xəstələrə öncədən qadın xəstələr olur. Çünki bəzən bizə də yazanlar olur ki, mən indi baxıram, bəziləri də əməliyyat olub, mən də əməliyyat olmuşam. Xüsusən də çox qəribədir. Hətta 20 il bundan qabaq əməliyyat olmuş xəstələrin yara yerləri, böyrək əməliyyatı belə dəhşətli qədərdir. O qədər böyük belə yara izləri qalır ki, heyfsilənənlər olur. Amma bütün halda siz xəstəyə öncədən bunlar haqqında məlumat verirsinizsə ki, baxın, mən qapalı əməliyyatla başlayıram, ola bilsin ki, açıq əməliyyata keçdim. O xəstə niyə narazı qalsın ki? Yəni ümumiyyətlə bizim etdiyimiz nəsə varsa, hamısı xəstə üçündür. Yəni özümüzə, bütün qərarlar. Yəni, təbii ki, bütün qərarları xəstənin yaxşılığı üçün veririk də. Yəni orada xəstənin sağalması üçün də o qərarı veririk, xəstənin həyatda qalması üçün də o qərarı veririk. Ümumiyyətlə hamımız istəyirik ki, minimum kəsiylə və ya kəsiksiz hər şey ən ideal şəkildə xəstə üçün olsun. Yəni əlbəttə xəstənin dərisində qalan o izi belə düşünürük. Altda qalsa da, paltarın altında qalsa da onu da çox düşünürük. Yəni əməliyyat zamanı bəzən olur ki, çox kiçik bir kəsik eləyib, artıq sıxıntı yaşayırıqsa böyüdə bilirik. Yəni mümkün olduğu qədər hər şeyi daha minimal invaziv, daha kiçik işlərlə görməyə çalışırıq. Bunların hamısı da təbii ki, xəstə üçündür. Amma xəstənin həyatını riskə atacağıqsa, burada təbii ki, bir saniyə belə fikirləşmərik. Doktor, neçə ildir cərrah fəaliyyəti göstərirsiniz? 12 ildir. 12 ildir. Siz uzman təhsilini alan kimi döndünüz Bakıya, yoxsa bir müddət orada həkim kimi fəaliyyət göstərdiniz? Qısa müddət işlədik, 6 ay təxminən, ondan sonra qayıtdım Bakıya. Öncədən elə planlamışdınız Azərbaycana dönməyə, doktor? Çünki hələ də qalıb orada işləyən həkimlərimiz var. Mən tələbəliyim də Türkiyədə oxumuşam. Tələbəliyə gedərkən də qayıtmağı düşünürdük və asistankən də, yəni bu artıq rezidenturada ikən də heç vaxt dəyişən bir şey olmadı. Həmişə qayıtmağı düşünmüşəm. Bitirən kimi də, yəni qısa müddət orada bəzi ixtisas artırma kurslarında olduq. Ondan sonra da həmən qayıtdıq. Doktor, artıq uzman təhsili aldığınız müddətdə tək başına əməliyyatlara girirdinizmi? Təbii ki, çoxlu girirdik. Nə qədər müddət sonra icazə verirlər ki, misal üçün uzman təhsili alan bir assistent özü tək başına əməliyyata girsin? Bunun üçün neçə əməliyyat lazımdır, yoxsa neçə il lazımdır? Bu qərarı kim verir, siz mi verirsiniz? Bunlar əslində beynəlxalq oturmuş, standartlaşmış bir təhsil sistemi var. Və bunun sonunda hər əməliyyatın öyrənmə əyrisi var. Yəni bir əməliyyatı tək başına icra etməyin üçün görəcəyin ikinci assistent, birinci assistent olaraq, yəni əməliyyata qatılacağın əməliyyat sayı var. Qarşında sənə professor və ya artıq üstündəki o əməliyyatı yaxşı bilən birinin öyrətmə sayı var. Hər əməliyyatda bu fərqlidir. Elə əməliyyat var 30 əməliyyatdır, elə əməliyyat var 50 əməliyyatdır, elə əməliyyat var 70 əməliyyatdır və ya 100 əməliyyatdır. Və bunlar artıq olduğu zaman Hacettepe'də həqiqətən dünyada çox sayılan və xüsusilə urologiyası Türkiyənin ən yaxşı urologiyalarından biridir və bu mövzuda standartlaşmış bir mərkəzdir və bunlar da bizim hər ilin axırında karnemiz, cədvəlimiz olur və orada bu əməliyyatı, biz hər əməliyyatın sonunda onları qeyd edirik. Məsələn, sidiya xardaşı əməliyyatına girdik, birinci assistentim idi, özümü elədim, ikinci assistentim idi, bunlar hamısı qeyd olunur və bunlar hamısı tamamlandıqdan sonra sənə o ili artıq keçə bilərsən bir sonraki mərhələyə, bunun icazəsi verilir. Yəni əməliyyat sistemi belə normaldır. Dünyada da, Amerikada da standartlaşmış mərkəzlərdə belə olur. İlk dəfə tək başına girdiyiniz əməliyyatı xatırlayırsınızmı? Açıqcası heç yadımda deyil, amma həyəcan var idi mi, doktor? İlk dəfə tək başına girmək üçün, yəni tək başına bu əməliyyatla, tək başına deyil də onsuz da komanda olur yəni, amma baş cərrah olaraq, yəni üstünüzdə heç kəs olurdu. Baş cərrah olaraq girmək üçün o əməliyyatı bəlkə 50, 100, 200 dəfə o əməliyyata girmiş oluruq. Yəni ona görə artıq çox bir həyəcan olmur. Əzbər bilirsiniz artıq. Bəli.
Bəs assistent kimi girəndə əməliyyatın hansı hissəsi sizin payınıza düşür? Nə edirsiniz orada? Hər ilin, yəni o təhsil müddəti 5 il ərzində olan təhsil müddəti, yəni belə rəqəmlərlə, kağızla hesablanmasa da artıq oturmuş bir sistem var da orada. Hər ildə bu fərqlidir. Məsələn, birinci ildə yeni başlayanda. Bəli, yeni başlayanda da məsələn bir böyrək xərçəngi əməliyyatına girsən. Təbii ki, xərçəngi birinci il yeni başlayan bir asistanın çıxarması mümkün deyil. Orada daha artıq uzman olmuş və ya uzman olmağa yaxın olan bizim qıdəmlərimiz, böylərimiz artıq o əməliyyata başlayırdı, xərçəngi çıxarırdı. Dəri altı tikilmə hissəsini ilk başda lap sadəcə baxdığın da olur və ya dərinin tikilmə hissəsini indi illiyinə görə, elədiyin işə görə sənə verilən rollar var. Və burada da yeni başlayanda dərinin tikilmə hissəsini, daha xəstəyə zərər verməyəcək, daha sadə işlərini ilk başda göstərirlər. Bu necə olur? Ondan sonra bunları tikirik. Sonra biraz təcrübələndən sonra biz sonradan gələnlərə bunu göstəririk. Bir sonrakında bəli, xərçəng əməliyyatını artıq biz icra eləməyə başlayırıq. Altdakına göstəririk ki, necə olur. Ondan sonra biz qıraqda qalırıq, altdakı eləyir və bizim nəzarətimizdə bu işləri görməyə başlayır. Hələ də bu iş belə davam edir. Necə maraqlıdır. İndi öyrətdiyiniz cərrahlar varmı, doktor? Özünüzün öyrətdiyiniz? Bəli, təbii ki, çoxlu var. Yəni zaten sistem olaraq bu belə gedir. Yəni məndən sonra bəs nə ilə cərrahlar xəssisdirlər, öyrətməyə xəssislik edirlər, doktor? Elə bir deyim var, bəlkə də eşitmiş olarsınız. Bəlkə də bəzi mərkəzlərdə, bəzi həkimlərdə elə bir şey var, amma bizim ixtisaslaşdığımız yerdə bu həm mümkün deyil, həm də biz necədir, siz necə ailənizdən necə görürsünüzsə, onu da davam elətdirirsiniz. Hansı məktəbdən çıxırsınızsa? Məsələn, atanız gəlir, çox əli açıqdır, hər tərəfə pul paylayır, siz də onu görürsünüz, onu öyrəşsiniz. Bizim də üstümüzdəkilər elə idi, bizə hər şey elə göstərirdilər. Biz də altdakılara hamısını göstəririk ki, bunu belə eləmək lazımdır, bunu belə eləmək lazımdır. O da bir sonrakılara elə göstərəcək. Bu məktəb olaraq gedir də, yəni bu məktəbin əslində sadəcə tibbi öyrənmək, nə bilim, həm də həyat tərzini öyrənmək, həyatdakı dünya görüşü öyrənmək də bizə öyrədilir orada. Və siz də indi öyrədirsiniz. Öyrətmək xoşunuza gəlirmi, doktor? Əslində bu işin ən keyifli hissəsi odur. Yetişdirmək, öyrətmək. Təbii ki, məncə müəllimlik, həkimlikdən bəlkə də daha kutsal, daha dəyərli, daha müqəddəs bir peşədir. Kimsə yetişdirmək. Baxın, Covid vaxtı nə qədər həkimi, neçə həkimi öz tələbəsi həyatını xilas etdi Azərbaycanda? Elədir, onsuz da dünya gedişat olaraq da belədir. Gərək tələbə müəllimdən daha yaxşı olsun, tələbəyə öyrədəsən ki, bu iş belə artaraq, inkişaf eləyərək getsin. Doktor, son sualında istəyirəm söhbətimizi yekunlaşdırım. Azərbaycanda neçə ildir fəaliyyət göstərirsiniz? 2019-cu ilin yanvarından etibarən, 6 ildir artıq. 6, yəqin ki, əməliyyat etdiyiniz əməliyyatların sayını unudubsunuz artıq. Yadınızda qalmaz. Onların içərisində ən çox icra etdiyiniz əməliyyat hansıdır, ən tez-tez? Bizim ölkədə ümumiyyətlə ən çox görülən xəstəlik daş xəstəliyidir. Qısacası böyrək daşı, prostat adenoması çox görülür. Prostat adenoması, onkoloji xəstəliklər ciddi olaraq çox icra edilən, həm elə ixtisaslaşmışıq, Hacettepe'də bu yöndə ixtisaslaşmışıq. Burada da onu çox icra edirik. Eyni zamanda varikosel, sonsuzluq əməliyyatları da çox icra edirik. Doktor, çox maraqlıdır. Bilmirəm, başqa ölkələrdə, hətta Türkiyədə belə necədir. Azərbaycanda çox az sayda qadın uroloq, androloq var. Niyə daha çox kişilərin payına düşüb bu peşə? Türkiyədə əslində az idi və son bəlkə 4-5 ildə artıq 4-5 nəfər ixtisaslaşmaya başladı. Məsələn, mən məzun olana qədər, oradan ayrılana qədər ölkədə 2 və ya 3 qadın uroloq var idi. Kişi peşəsi mi sayılır, doktor, kişi ixtisası? Kişi peşəsi deyildir. Ümumiyyətlə, cərrahiyyə biraz ağır sənətdir. Yəni, iş olaraq, növbələr olaraq, yəni əziyyətli sənətdir. Yəni, qadınlar daha çox tercih etmirmi deyək, sevmirmi deyək, bilmirəm, amma qadınların icra etməyəcəyi bir şey deyil. Təbii ki, qadınlar çox yaxşı qadın uroloqlarımız da var. Amma çox azdır. Məsələn, cərrah göz həkimləri qadınlar xeyli var, ümumi cərrahlar çox var, plastik cərrahlar çox var. Ümumi cərrahların içərisində əslində kişi sayı ciddi olaraq çoxdur. Amma qadınlar da çoxdur. Qadın da var, amma faiz olaraq çox azdır qadın.
Deyirsiniz, yəni cərrah kişi işidirmi doktor? Kişi işi deyil, təbii ki, qadınlarımız da çox yaxşı bacarır, amma indi peşə olaraq kişilər biraz daha çox bu yönü seçir. Daha mı çətindir? Daha əziyyətlidir. Daha həyəcanlı. Gəldiyinizə görə təşəkkür edirəm doktor, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız uzman uroloq, androloq Emin Məmmədov idi. Sizinlə isə sağollaşırıq, yenidən görüşünüzə gəlmək ümidi ilə sağ olun, sağlıqla qalın.